Əl-Bəqərə İnək surəsi Mədinədən nazil olmuşdur. 286-cı ayət. Bismillahirrahmanirrahim. Əlif, Lam, Mim. Bu, Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə, heç bir şək şübhə olmayan müttəqilərə, Allahdan qorxanlara, pis əməllərdən çəkinlərə doğru yol göstərən kitabdır. O kəslərə ki, qeybə, Allaha, mələklərə, qiyamətə, qəzabə, qədərə inanıb, lazımca namaz qılır və onlara verdiyimiz ruzidən ailələrinə, qohum qonşularına və digər haqq sahiblərinə sərf edirlər. O kəslərə ki, sənə göndərilənə Qurana və səndən əvvəl göndərilənlərə Tövrat, İncil, Zəbur və iman gətirir və axirətdə şəksiz inanırlar. Məhz onlar öz Rəbbi tərəfindən göstərilmiş doğru yoldadırlar. Nicat tapanlar axirət əzabından qurtarıb cənnətə qovuşanlar da onlardır. Ya Rəsul, həqiqətən kafirləri əzablar qorxutsan da, qorxutmasan da, onlar üçün birdir. İman gətirməzlər. Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir. İnsanlar içərisində elələri də var ki, İman gətirmədikləri halda biz Allaha və qiyamət gününə iman gətiririk deyirlər. Onlar elə güman edirlər ki, qəlblərində olan küfrü gizlətməklə Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar. Onların ürəyində mərəz, nifaq və həsəd mərəzi var. Allah onlar şəkkini və nifaq mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar.